Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Qeybə iman gətirmək olarmı? Ümumiyyətlə, bizdən qeybətdə olan, hisslərimizdən uzaqda olan bir şeyə, görmədiyimiz, bilmədiyimiz bir şeyə iman gətirə bilərikmi? Bizim bəhslərimiz Bəqərə surəsinin əvvəlində ecazkar bir ayə barəsində idi. Allah Teala Qur'anın Qur'an, o kitab deyə təbir etməklə məqamını bizə çatdırdı və bundan əlavə o məqamdan qaynaqlanan heç bir şək və şübhə olmamasını bizə çatdırdı. Amma bu kitabın, bu əlçatmaz kitabın xüsusi bəzi bəndələri hidayət etdiyini bizlərə başa saldı. Bu bəndələr kim idi? Əl-Muttaqin, Allaha qarşı təqvalı olanlar. Keçən iki proqramımızda bu məsələlər barəsində danışdıq. Yaxşı, təqvalılar kimdir ki, belə bir xüsusi məqama çatıblar ki, mütləq varlığın həqiqəti olan Həzrəti Allah və onun müqəddəs zatından sadir olan, dərinliyi bitməyən, kəlamı olan Qur'an ki, onda heç bir şübhə yoxdur, bu təqvalıları hidayət edə bilir və ya təqvalılar o yerə çata bilir ki, hidayət ola bilirlər. Kimdir bu təqvalılar? Allah bu ayənin davamında 3-cü ayənin əvvəlində 3-cü ayənin əvvəlindən başlayaraq təqvalıların xüsusiyyətlərini saymağa başlayır. Bir neçə xüsusiyyət sayır. Amma ən əsası birincisidir. Allahın qoyduğu birinci şərt. O, Qur'anın halına şamil olduğu, o dərin kitabın dünya və axirət kəmalına çatdırdığı böyük şəxs olmaq istəyir isə, Allah buyurur, təqvalı bilirsiniz kimdir? Əl-ləzīnə yu'minunə bil-qayb. Təqvalılar bunlardır ki, qeybə iman edirlər. Qeyb. Qeyb, bilirsiniz də, biz universitet dövründə də var idi. Qiyabi dərs oxumaq, huzuri dərs oxumaq. Qeybət, qeybət dövrü. Qeyb, yəni gözdən kənarda, uzaqda, bilinməyən kimi bir şey. Huzurun əksinədir. Baxın, biz fiziki aləmdə 5 hiss üzvü vasitəsilə ətraf aləmdəki fiziki cisimləri ləms edə bilirik. Onlarla irtibat, əlaqə qura bilirik. Elm bəhslərimizə gedin, baxın, fəlsəfi bəhslərdə. Elm nə idi? Dedik, elm məlum olan şeyin ya surətinin, təsəvvürünün, ya da bəzən özünün insanın yanında hazır olması. Onun, yəni elm dedik ki, alimlə məlum arasında vücudi, varlıq rabitəsidir. Elm yəni bu. İndi Allah o boyda məqam qail olduğu təqvalıları tərifləyəndə deyir, olar qeybətdə olan bir şey, yəni hazır olmayan bir şeyə bir növ iman gətirərlər. Əcəb, maraqlı sual buradan bir neçə sual ortaya gəlir ki, məgər mənim yanımda hazır olmayan və əlaqə yarada bilmədiyim bir şeyə mən necə elm tapa bilərəm ki, hələ bir iman da gətirəm? Çünki mən bir şeyə iman gətirmək üçün, yəni inanmaq üçün, imanın ən aşağı etiqaddır da dərəcəsi, əqli etiqad. Mən inanıram ki, məsələn, filan əşyanı burada görürəm, deyirəm, bəli, filan əşyanı görmək vasitəsilə əlaqə tapıb, varlıq, huzur, rabitəsi tapandan sonra inanıram ki, bəli, bu buradadır. İndi necə ola bilər ki, qeybdə olsun bir şey, mən ona inanım, imanın ən ibtidai dərəcəsi. Hələ imanın özündən danışır Allah. Deyir, qeybə iman edən. Bilmədiyim şeyi necə inana bilərəm? Məsələ buradadır. Bəzi şeylər var ki,
bilmirik. Amma hər şeydən yaxşı bildiyimiz odur əslində. Paradoksal görünür, bilirəm. Amma yadınıza bir məsələni salın. Neçə dəfə müxtəlif bəhslərimizdə mütləq varlığın misalından danışanda o misalı vermişik. Elə son bəhslərimizə də baxsız görərsiniz. Nur misalını vururdıq. Nur və nurlanan. Mən otağa girirəm, qaranlıqdır, işığı yandırıram, nurun, o fotonların düşdüyü cisimləri görürəm. Amma əslində mən birinci nuru müşahidə edirəm, sonra nurlananları. Nöqsanım buradadır ki, belə güman eləyirəm ki, birinci nurlananı gördüm, sonra onu nurlandıran işığı, nuru. Yəni, gördüyümə diqqət eləmirəm, ilk gördüyümə. Onun mənə göstərdiyinə diqqət edirəm. Mütləq varlıq ki, həqqin müqəddəs və pak vücududur. Aləmdə hər şey onun cilvəsidir. Mən birinci onu görürəm hər şeyə baxanda. Amma gördüyümü, biz bayaq dedik də, görmək vasitəsilə elm qazanırıq. Elmdə huzurdur. Deməli, mən birinci o mütləq varlığı görürəm hər şeydə. Amma o şeylər ki, o varlığın bizə göstərdiyi formalar, hədlərdir, fiziki və metafiziki baxımdan, mən diqqət eləmirəm. Baxıram filan şeyə, filan varlığa, mənim diqqətim birinci onun nəyliyindədir. Sonradan diqqət eləyəndə başa düşürəm ki, mən onun varlığını qəbul etməsəm, nəyliyi olmaz ki. Mən o varlığı əvvəldən qəbul etmişəm, fitri varlığın baxımından və əqli baxımdan. Amma diqqət eləməmişəm. İndi Allah ki, buyurur, qeybə iman edərlər, biz zahiri parametrlərlə baxırıq, deyirik, məndən qeybdə olan, yəni hazır olmayan şeyi mən elm əldə edə bilmərəm ki, mən ona iman gətirim. Xeyr. Bildiyim şeydir ki, bilmirəm. Yəni, diqqət eləmirəm. O varlıq misalındakı kimi. Qeybə iman eləmək, yəni bu hünərdir. Allah ona görə buyurur ki, Əl-ləzīnə yu'minunə bil-qayb. Əsas kilit sifəti budur təqvalıların. Pərdəni yox, pərdənin həqiqətini görür, arxasını görür. Bu insan bilir ki, zahir batin olmasa mənası yoxdur. Deməli, Allah burada əl-qeyb deyəndə bundan danışır. Bildiyin, amma bilmədiyin bir həqiqət. Yəni, bildiyin, amma qəflətdə olduğun həqiqət. Sən görürsən, amma gördüyüvə baxmırsan. Gördüyüvün göstərdiyinə baxırsan. Qeybə iman budur. Qeybətin mərtəbələri var. Ən böyük qeybət ki, irfani bəhslərdə də ilahi məqama, Allahın məqamına deyirlər qeybul qoyub. Qeybətlərin qeybəti. Həzrəti Allah, mütləq varlığın özü. Mütləq varlığa heç kəs, heç bir formada yetişə bilməyəcək. Sadəcə öz həqiqətinə yetişdikcə o varlığın əzəmətini özündə görəcək və özü onda fəna olacaq. Bu cür gedə bilər. Ən aydın bir şey olduğu halda mütləq varlıq, Həzrəti Haqq Teala o nur misalındakı kimi ən əl çatmaz və aydın olmayan və olmayacaq bir həqiqətdir. Çox sadədir, amma mürəkkəbliyi ilə. Fəhuvə kullul əşya və leysə əhədən minhə. Hər şeyin özüdür, amma onlardan heç biri deyil. Mütləq varlıq Həzrəti Haqq Teala. Hər şeydən aydındır, amma hər şeydən daha çox qeybdədir.
və bütün qeybətlər onun qeybətinin nişanəsidir. O cümlədən də onun sonuncu vəchi İmam Zaman əleyhissalam. Bugünlük bu qədər. Allah'a emanet olun.